Bu videonu mən bir izləyicimin xahişindən çəkirəm. Qardaş belə bir kommentarda yazmışdı ki, yəni maşını gecə səhərə kimi zaryadka qoyuram, bunun ziyanı var, yoxdur. Mən ona cavab verdim ki, yəni bunun heç bir ziyanı yoxdur. Yəni bu maşında elədir ki, yəni adi telefon kimi dolanda, yəni zaryadka özü dayanır və heç bir təhlükəsi olmur. Əsas o ki, orijinal adapterdən istifadə olunsun, orijinal necə deyərlər, avadanlıq olsun və belə olan halda heç bir təhlükəsi yoxdur. Və əgər yenə də narahatsınızsa, burada bir maşına belə bir funksiya da var, yəni timer funksiyası var. Zaryadkanın yəni başlama, bitmə saatını da qoya bilərsiniz öz istəyinizə uyğun. Yəni bunu eləmək üçün menyuda burada maşın işarəsi gördüyünüz kimi bura daxil oluruq və New Energy. Bax bu New Energy belə bir bura girəndə bundan sonra ikinci Charge Settings. Bax belə bir menyuya daxil oluruq və burada Smart Charging belə bir menyu var. İlk növbədə yəni daxil olan ki bunu aktivləşdirmək lazımdır 10 və burada bir neçə belə bir menyular var. Siz deməli girib burada belə bir rəqəm var, görürsünüz 2300. Bax bunu ilk növbədə zaryadkanın başlama vaxtını buradan seçirsiniz. Bax burada görürsünüz belə saatı burada seçmək olur. Saatı indi sizə məsəl üçün 23-dən indi başlamanın 23 qoyuram və sonra keçirib bura. Yəni bitmə saatınsa buradan seçmək lazımdır. Burada da gördüyünüz kimi saatlar var. Və məsəl üçün 1 saat qoyuram 23-dən 00-a qədər OK basanda gördüyünüz kimi burada artıq belə bir 23:00-a qədər belə bir göstərici var. Yəni bunu seçəndə bu demək ki, siz gəldiniz axşam saatlarında da məsələn saat axşam 8-də zaryadkanı taxırsınız yerinə gedirsiniz. Maşın özü saat 23:00-da zaryadkaya başlayır və 1 saatdan sonra sönür. Burada əlavə də, yəni günlərdə seçmək olur. Yenə də bax bu göstəricə girirsiniz. Bunu yəni bir dəfə eləmək olar. Yəni bu once bunu basanda yəni bir dəfə cəmi bu proses olur və bundan da bitir. Növbəti günlərdə əgər maşın aparat yəni maşına qoşulubsa bu funksiya olmayacaq. Yox, əgər siz bunu hər gün istəyirsə bu every day. Bunu basıb OK basırsınız. Bax burada görürsünüz hər gün. Və bu günlərdə seçmək olur. Customize belə bir menyu var. Burada da siz birinci, ikinci, üçüncü gün var. Bu həftənin günləri seçməklə yəni müəyyən günlərdə də bunu aktivləşdirə bilərsiniz. Burada OK basır və bu dəqiqələr də burada. Görürsünüz sıfırdır. Bu vaxtı təyin edən yerdə dəqiqələri seçmək olmur gördüyünüz kimi. Ancaq burada görürsünüz bitmə saatında əgər dəqiqə seçilirsə 45-ə qoyuram. OK basanda gördüyünüz kimi başlama saatıdır. Avtomatik 45 əmələ gəlir. Yəni 1 saat bunların arasında fərq olmalıdır. Yəni 1 saatdan tez qoymur vaxt seçməyə. Gördüyünüz kimi belə bir funksiya da var. Və indi qoyaq bunu 0-a. Yəni standart olsun. Yəni 23-dən məsəl üçün 0-a qədər, gecə 12-yə qədər. Və burada bir məsələ, əsas məsələ odur ki, siz bunu timeri qoymaq üçün, yəni burada belə deyək, bilmirəm, bəlkə də hansı modellərdə var. Burada yəni faizi seçmək yoxdur. Gördüyünüz kimi faiz seçmək olmur ki, hansı faizə qədər də olsun, yəni harda dayansın. Burada ancaq saatı seçmək olur. Və bunu qoyanda əsas əgər siz maşını tam zaryadka eləmək istəyirsinizsə, siz o vaxtı dəqiq bilməlisiniz. Yəni sizin maşınınız neçə saata o 100% yığacaq. Məndə belədir. Mən adətən gəlirəm bir 7 kilovatlıq aparatda qoyuram, stansiyada qoyuram onu və o mənə 3,2 kilovat verir. Bu da belədir, əgər maşın 20-25% düşübsə, hardasa 2 saata, 2 saat yarıma, yəni o balansirovka, bataryanın balansirovkası da olur. 97%-də dayanır, balansirovka olunur. 20-25 dəqiqədə ona gelir. Belə deyək, harca 2 saat yarım, 3 saat vaxt tələb olunur ki, 20-dən 100%-ə qədər yığsın. Yəni mən bunu indi
təxmin deyirəm, sizdə fərqli ola bilər. Sizin elə adam var, məsələn, adi rozetkadan qoyur, orada maşın arası 1,5-1,7 kilovat götürür. Burada artıq bu vaxt uzanacaq, harca bir ola bilər 5 saat, 6 saat olsun. Və yaxud da maşının yəni zaritkası ola bilər ki, heç 20% düşməsin, məsələn olsun 50, 60, 70 və həmin faizin 100-ə qədər daha qısa müddət olacaq. Yəni bu menyudan istifadə edirsinizsə, siz mütləq yəni qalıq faizi nəzərə almaz və həmin faizdən 100-ə qədər neçə saata dolmanı dəyə bilməlisiniz. Çünki əgər indi siz bunu tam gecə qoyursunuzsa, sayar məsələn 100-ə dolsun, bunu siz əgər düzgün qoymazsınız, ola bilər ki, maşın heç yarımçıq dolsun, tam belə deyək 100-ə çatmasın və sönsün. Yəni bunları nəzərə almaq lazımdır və onu da yenə bir daha təkrar edirəm, həmişə deyirəm bunu. Çalış bu maşını, yəni azı həftədə bir dəfə 100% zaryadka qoyun ki, yəni batareya balansirovka olunsun, yəni daha keyfiyyətli olsun, uzun ömürlü olsun. Buna görə bu vaxtı qoyanda da mütləq onu nəzərə alın ki, yəni elə saat qoymaq lazımdır ki, bu yəni artıqlaması sizə bəs eləsin. Yəni qorxmaq lazım deyil. Məsələn, siz bilirsiniz ki, sizin maşın harsa bu faizdən bu faizə qədər 3 saata dolursa, bunu biraz artıq da qoyun, eybi yox. Yəni, girə bax, 23-dən məsəl üçün 23 başlanğıcı, bunu qoyuram 23-dən olsun lap 2 saat, 3 saatın yeni lap 4 saat qoyuram mən bunu. Burada belə deyək, saat 3-ə qədər, yəni 4-ə qədər, harca bu 5 saat dolacaq. Yəni 1 saata artıq qoyun, yəni qorxusu yoxdur. Onsuz da belə baxanda maşın özü də dayanır. Yəni əgər timerdən istifadə edirsinizsə, bir artıq vaxt qoymağın da yəni bir ziyanı yoxdur. Bunu edin ki, yəni maşın tam dolsun, batareya balansirovka olunsun və səhər də sizə lazım onda artıq tam dolmuş vəziyyətdə, yəni bunu götürüb işlədə bilərsiniz. Yəni bununla bağlı demək istədiyim bu qədər. Sağ olun.